Bəli. Salam aleyküm Hacı. Aleykümselam və rəhmətullah. Bir söz soruşmaq istəyirdim. Buyurun, buyurun. Hacı Elmanın diskinə baxmışam orada. Orada deyir Süləmər uşağa, deyir Xomeyni ağanın belə bir fətvası var ki, cinsi əlaqədən başqa hər şey eləmək olar. Hacı bu düz söhbətdir, yoxsa necə? Danışan kimdir? Vüqardır, Vüqar. Atım qarmaşadır. Tanımışsınız mənə Hacı. Yox, bu boş söhbətdir, elə şey yoxdur. Orada Hacı deyir, orada Elman təsdiq edir, deyir var belə bir şey. Yox, o mənada deyil, o elə şey yoxdur. Oradakı deyilir, elə bir şey yoxdur. Yəni oturaq telefonluq qədər ətraflı danışaq o barədə. Bəs onda Hacı Elman orada nə təsdiq edir? Mən də Hacı Elman tərəfindən cavab verən deyiləm ki. Oldu, yaxşı Hacı, sağ olun, çox sağ olun. Salam. Nəzərinizə çatdırmaq istəyirik ki, 1902-ci ildə vəfat etmiş böyük şia alimi Mirzə Hüseyn Nuri Müqəddəs Quranın kamil olmadığını sübut etmək üçün Fəslül Xitab adlı kitab yazmışdır. Sonra isə digər bir alim məzhəbi gülünc vəziyyətə qoyan bu kitaba rədd olaraq Kəşfül İrtiyaf və Ədəmi Təhrivül Kitab adlı kitabı ilə Nuriyə cavab vermişdir. Çox gülməli burasıdır ki, Nuri öz iyrənc fikrini təsdiqləmək üçün şeytanla köməkləşərək yenidən bu alimə rədd vermiş və Ər-Rədə Alə Kəşfül İrtiyab kitabını yazmışdır. Yazdıqlarımızın tamamilə doğru olduğunu bilmək istəyən Nurinin məşhur tələbəsi Ağa Bəzirət Tehraninin Əzzəriyyə kitabına baxa bilər. İndi isə gəlin Zülfüqarın növbəti yalanının şahidi olaq. Əgər biri deyirsə Nuri kimi, sonra da kitab yazır əleyhinə. Deyir Fəslül Xitab fi Ədəmi Təhrifil Quran. Kitab yazıb, yazıb. Qulaq, ya o mövzuya getmək lazım. Özü dedi getməyə. Getməyə, çünki niyə? Özü atmadın, dalında dur. Qulaq, ay qardaş, mən kimdən danışım? Demədi, dedi sözün dalında dur. Mövzudan çıxma, mövzudan çıxma. Sən Fəslül Xitabı elə göstər mənə. Mən danışmışam, gözlə məni. Fəslül Xitabdan danış. Gözlə. Dedim ki, Şeyx Nuri yazıb ki, 180 dərəcə əksindir nə sən? İkinci rədd yazıb ki, yox, təhrif olub, tələsmə. O kitabı bu qədər millətin kamera qabağında gətirib mənə xaç göstərsən ki, Şeyx Mufid yazıb ki, Allahın kitabını dəyişməməsini Şeyx Mufid yox. Nuri. Dedim, gətirsən. Sən belə şeylərdən tutma, sənin kitabların məndə. Sən mənə bilən Fəslül Xitabı mən kimdən danışım? Sən Fəslül Xitabı mənə gətirib göstər. Hanı Fəslül Xitabı? Hanı? Mən gedib Beyrutda gedib tapan deyiləm sən. Var hədis, Fəslül Xitabı hanı? Var da mı, var. Hanı? Sən öz təqdirin var da. Sən onu gətirməyibsən, sonra sən məndən kitab dedi ki, var bu həddi kitab. Aki, sən Fəslül Xitabdan danışırsan, mən sənə demirəm onu gətir. Sən hələ mən deyəndə cavabım, sən onu gətir. Olan mövzudan danışır, cavab ver sonra. Əslinə qaydır. Gözlə Xaçın gözlə. Xaçın Allah sən gözlə, nə qədər danışır? Xaçın gözlə bir bizi danışır. Olar. Bax özünü təsvir etsən, göstərsəm deyən səslən. Özündən çıxartsan cavab verməyəcəm. Özüm təsvir edirəm ki, Fəslül kitabın Şeyx yazır. Bax, dedi ki, bəli, Şeyx Mufid yazıb, özünü təsdiq edirəm. Mən kitab etməyə tez özünü təsdiq edirəm ki... Şeyx Mufid yox, Çapşıram, Nuri, Şeyx Nuri, Mirzə Hüseyn Nuri. Kitab yazıb ki, 400 səhifədən yaxın kitabı. Yazıb ki, Allahın kitabının olduğunu dəyişməsini, təhrif olunmasını subutda gətirib da yıxıb sürüyür, bu bir. Dedi ki, hə var. Qaraş dedi ki, sonra dedi, ona rədd olaraq da yazıb ki, Adəmi, təhrif olmaması, öz kitabını özü rədd verir. Təsdiqlədir ki, birinci kitabı var, mən gətirməyə tez yox, gətirə bilərəm. Özün dedin var, özün dedin var. Var. İkinci dedi ki, ona rədd yazıb. Mən qoyub bitirim. Əslində Şeyx Nuri o kitabı yazandan sonra bəzi alimlər ona rədd verdilər. Bu isə əsəbləşdi, dedi, yox, nə danışsın? Quran dəyişib, fars dilində təzədən bir dənə də rədd verdi olaraq. Belə olub, tərsinə 180 dərəcə fırlatma tərsinə. Xahiş edirəm, sən o kitabı söz və bunu göstərsən mənə, xahiş edirəm. Gördüyünüz kimi burada Zülfüqar xəcalət çəkmədən ağ yalan danışır. İndi isə ondan yalanını doğrultmaq üçün adını çəkdiyi kitabın təsdiqini sübut etməsini tələb edirik. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə.
Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın. Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ya eyyuhəl-ləzīnə əmənu ittaqullaha və qulu qawlan sədīdə. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Bəli. Salam aleyküm Mirzəfər ağa, necəsiz? Çox sağ olun. Bağışlayın, narahat eləmədim. Buyurun. Mirzəfər ağa, mən bu Həcə Elmanın diskinə baxmışam. Orada deyir ki, Xomeyni ağanın belə bir fətvası var ki, südəmər uşağa cinsi əlaqədən başqa öpməyi, qucaqlamaq. Və Həcə Elman bunu təsdiq edir. Belə bir şey var, bak şey, yoxsa necə? Xomeyni ağanın fətvasıdır. İslamın 5 dənə məzhəbinin bütünün fətvasıdır. Bu Xomeyni ağadan başqa deyən var bunları? Deməyən yoxdur. Yaxşı oldu, sağ olun. Sağ olun. Selamun aleyküm Meşeli. Aleyküm selam və rəhmətullah. Necəsiniz? Şükür, elhamdülillah. Meşeli bir söz soruşmaq istəyirdim ola. Buyur, buyur. Meşeli düz söhbətdir ki, bu mən Həcə Elmanın diskinə baxdım. Orada deyir Xomeyni ağanın belə bir fətvası var ki, südəmər uşağına mən öpməyi, qucaqlamaq, cinsi əlaqədən başqa. Xomeyni ağadan başqa var deyən bunları, bu fətvanı, yoxsa necə? Fətvanı şiə, tanrısı deyir. Meşəli orada deyir ki, hətta deyir südəmər uşağla da belə olur. Biraz orada. Südəmər uşağla. Hətta deyir südəmər uşağla da olar, belə öpməyi, qucaqlamaq, nə bilim o, üzr istəyirəm, budların arasına belə nə bilim sürtmək eləmək, belə bir şeylər deyir. Budların arasına sürtmək, o məsələdə belə bir şeydir. Birinci budur ki, o sual budur ki, həqqılığa çatmayan ki, sən adi bir şey var, bir məsələ, xanun heyziranda Peyğəmbər əksər buyurur ki, fəqət bir dənə o fərdində işsiz olmasın, alətində işsiz olmasın, onunla başqa yerlərlə hər ləzzəti ala bilərsin. Sual verən də bu sualı verir ki, indi bundan o bir ləzzətlərdən ala bilərəm, bir müşkülü yoxdur. Burada nə var da problem yoxdur ki. Aydın da, Meşel. Orada o sualda budur ki, mən bunu öpə bilməm. Mən bu hizmət yetkiliyim, öpə bilməm, bir problem yoxdur. La bəs. Və nə üçün İmam Xomeyni ya? Sistani ağada deyir, Meşel. Bütün müştəhidlər. Yaxşı oldu Meşeli, sağ olun.
Alo. Assalamu alaikum Cavid ağa. Selamun aleyküm ve rahmetullah. Cavid ağa bağışlayın. Narahat Kulunuz edin. Allah hifz eylesin. Cavid ağa bir sual vermek istedim. Eşitirim. Cavid ağa ben bu Sami'nin Hacı Elman'la diskine baktım. Orada deyir ki Xomeyni ağanın belə bir fətvası var ki, Bəli, düz deyir. Südəmər uşaqlarını öpmək, qucaqlamaq, bu belə insan burların arasına sürtmək. Belə bir fətva var. Bəli, bəli var. Bu Xomeyni ağadan başqa deyən var bunu, yoxsa necə bu fətva? Bəli, 2-3 nəfər də əlavə deyiblər. Bir də ki, Xomeyni ağanın belə bir fətvası varmı ki, Xamneyi ağanın, həm Xomeyni ağanın deyir, kişi cinsini dəyişə bilər. Bəli, bəli, o da var da. O da var. Bu Amma onun cavabı yoxumuzdur ki, Akala Quran-ı Kerimdə atı-daşlar haram eləyir. Cinsi dəyişməyi. Bəs Xomeyni ağa ilə Xamneyi ağa fətvanı... Bunu bilmirik, fətvanı veriblər, onu bilmirik. Mən bu bəzi məsələləri soruşmam. Sonra bəzi qardaşlar da deyir ki, burada da biraz ixtilaf var. Elə bir bu bizim 12 dənə məsum imamlarımızın Peyğəmbər sallallahu başqa o biri peyğəmbərlərdən üstünlüyü var. Belə. Heç ixtilaf yoxdur. Bütün ulamalarımız bir söz deyir. Yəni Peyğəmbərimiz sallallahu başqa bütün imamlardan bütün peyğəmbərlərdən əfsəldirlər. İbrahimdən də, Musadan da, hamısından. Əzm peyğəmbərlərdən də hətta. Hamısından. Yaxşı oldu Cavid ağa, bağışlayın. Allah rəhmət eləsin. Həyya, Allah. Həyya. Mən Elman İbadov 90-cı ildə Məşəddə başlamışam təhsil almağa və 2001-ci ilə qədər təhsil almışam. 2001-ci ilə qədər. Və bu bəhs sayəsində də imkan daxilində mən bir miqdar buna tədələ praktika qazanmışam. Hər yerdə inkar eləmişəm ki, bəlkə eşitmişsiniz. Hər yerdə demişəm ki, kişi rədd verəndə düzgün rədd vermək lazımdır. Düzgün rədd vermək lazımdır ki, belə məsələn Xomeyniyə fetvası var ki, Südəmən qızla deyir. Bunu mənə Nədir? Südəmən qızla deyir. İndi onu oxuyuram mən. Nədir? Sən özün də oxu. Yox, bu sözü tamamlayaq, sonra ona keçərik. Südəmən qıza. Bu sözü sənin dilindən nəql edirlər ki, sən demirsən. Heyvanla yaxınlıq eləmək olar. Mən hər yerdə demişəm ki, nə var onu deyəm. Nə demişsən? Deyəm müsəlmandır. Nə demişsən? Allah şəhət qoşumuzda küfr eləmişsə qardaşımızdır. Biz kəlmə şəhadət üzərində birləşmişik. Bibliямız bir, namazımız hər şey birdir. Kəş bir olsun. Bəzi fərqlərimiz olsa da. İndi qulaq as. Deməli, kəlmə şəhadət qəbul edən insan müsəlmandır. Və şəratıma istəyir müsəlman, istəyir qeyri-müsəlman olmaz. Sən bu sözü deyilən, nə demişsən? Həmişə, hər yer demişəm ki, o heyvan məsələsi yalandır, elə deməyiblər. Nə deyib o? Orada deyib ki, olarsa qüslün mənasını danışır demişəm. O demək deyil ki, qüslün bizdə də var ki, məsələn, iki insan içki içərsə hökmü nədir? O demək deyil ki, yox, bu sözü mən istəyirəm, sən deyəsən burada yazılsın. Yazılsın ki, bəli, mən o Ağa Lənkəran sözündən aydın olmur ki, heyvan icazə olar. Yox. Bax, gördün, yenə də o sözü yenə də deməli. Yaxşı, demir. Siz başa düşdünüz. Nə deyir? O deyir ki, heyvanla yaxınlıq eləmək olar. Yox. Nə deyir orada? Deyir ki, olubsa necə qüsl eləmək danışır. Amma demir olar. O deyir, nauzubillah, Allah göstərməsin. Mən demir. Mən bunu həmişə hər yer demişəm ki, aydındır. O nə var düzün deyin. O mənə o verir. Nə deyir burada? Yenə də. Deyim olarsa qüslün hökmünü danışır. Amma demir. Yəni bu bir adam bu işi gördü. Gör neçə bunun hökmü var ya yox. Biz də mən qardaş dedim ki, demir. Mən dedim, hər yer demişəm. Kim mən adını qələt edir və çəkin deyib onu gətirib mən üzümə dursun. Vallahi yalan deyir. İndi qulaq as. Mən bütün başda yayıblar ki, Samin məni bizim Xamneyi ağanın adını yalan danışır. Mən qələt eləyərəm kimsə adını yalan danışıram. 2 ildən sonra Allah bu fetvanı mən özüm şəxsən oxuyanda 10 il bundan qabaq oxumuşam. Heç kəs demirdim ki, yalan ola bilər. Xamneyi ağa, Xomeyni ağa. Nə deyir? Xomeyni ağa heç o sözü deyə bilməz. Nə deyir? Əhl-i Sünnə alimlər yazır ki, deyir. Deyirdim, Əhl-i Sünnə aliminin sözünün yalan demək istəyirdim. Mən çatmır ki, yalan deyir. Prosta deyə bilmirdim ki, deyib. Araşdırdım. Mədinəyə gələn böyük alimlərimizin oturdum elədim. Axırda biraz yozla ora-bura, axırda sübut olundu ki, deyir. Sən məndən soruş, mən fətvanı deyim. Südəmər qızlar nə deyir Xomeyni ağa? Südəmər qızlar, nəinki Xomeyni, bütün müctəhidlərin fətvalarında var ki, məhrəmiyyət üçün həddi buluğa yetişməmiş qız, bu həddi buluğa yetişməmiş anadan olandan ta həddi buluğa qədər olan, fəqət burada məhrəmiyyət məsələsidir. Nə demək, açılır bir dənə? Məhrəm ki, məhrəm olsun. Diqqət edirsən. Amma istiraf, onun anası məhrəm olsun deyə və yaxud da ki, o uşaqda böyüyəndən sonra uşaqlarına məhrəm olsun deyə. Və diqqət edəyəm, bu günləri bir uşaq götürürük,
şeydən, Dettomdan. Diqqət edirsən, heç kimi yoxdur. Heç kimi yox. İndi mən götürmüşəm, mənim evimdə də 2 dənə uşaq var. Oğlan uşağı var, qızım yoxdur. İndi bu uşaq ki, gələcəkdə mənim uşaqlarım üçün məhrəm olsunlar. Diqqət edirsən, bu böyüyəndən sonra o uşaqlara naməhrəmdir ya yox? Siğə eləyir ki, məhrəm. İndi bu siğə olandan sonra bu mənim uşaqlarım üçün nə olacaq? Halal deyirsən, hə? Nə olacaq? Halal, yəni Mən bilmirəm. halalla. Yəni ki, məhrəm deyəndə ki, Məhrəm. O da. Məhrəm olacaq. Məhrəm olacaqlar. Və bu siğənin müddəti pozula bilməz. Pozulmaz. Bu siğənin müddəti pozulmalıdır fəqət o uşaq həddi buluğa çatandan sonra özü o siğəni nə etməlidir? İnkar edəcək. Burada bir diqqət edin. Burada məsələ budur ki, Yəni deməsən ki, Süleyman qızı ona burada verir. iltizaz qət'ən haramdır. Ləzzət almaq. Qət'ən haramdır. İndi bax, indi qulaq as. Ha. Bu mənə elə demir də. Demir. Bir şey yalanlamış. Bildim. Yenə də deyirəm ki, şəhvət şəhvət haramdır. Və şey, o nədir onun adı? Sizə risk çox Cima. Cima demir. Cima haramdır. Əlaqə olmaz. Amma iltizaz üzün öpsə heç bir müşkül yoxdur. Ləzzət. Heç laf etirazla. Heç bir müşkül. Ləzzətlə, etirazla. Heç bir müşkül. Bana demədi qəti haramdır. İltizazdan mənim məqsədim həmin cima idi. İşte bu o sözümü tamamlayım, təzədən gətirdim. Cima. Südəmən qız ləzzət almaq öpmək olar? Ha, nə işqal? Ləzzət almaq Südəmən qız olmaz. Yaxşı qoy. Olmaz. Südəmən qız Olmaz. bir ailənin qəbəbəni İcazə olmaz. Yox, etirazla. Olmaz. Dəlil gətir Qurandan. Qulaq. Qurandan dəlil gətir. Yox, Qurandan dəlil gətir. Deyilən ki, mən bu Qurana əsaslanıb dəlil. Sizin dəliliniz demirsiniz biz Qurana. Gətir Qurandan deyilən ki, olmaz. Qurandan deyəndə ayət soğulur. Belə olanda insan adətə, ənniyyətə qalır. O adəti qoy qırağa, o əqli qoy qırağa. Siz əqlə əslən yol vermirsiniz. Yol verir, nasıl? Siz əqlinizi qoyub kənara, kim yoxdur? Xomeini əqli demir. Etiraz qoymur. Demir, olmaz deyir. Olar. Nə deyir olar? Olar, iltizaz, əgər, hətta əgər şəhvətlə onun üzündən öpsə heç bir müşkül. Ancaq öpmək deyir, başqa nə deyir? Sorana. İltizaz nədən mümkündür? Mümkün olan hər şeylər deyir. Məsələn, iltizaz. Xomeini kitabı, Təhril vasitəsi. Oxu. Allah haqqı inanmırdım belə şey yazar. Nasıl böyük alimdir, yaşlı adamdır, yazmaz. Bu sofkanı qoy qırağa. Qoyun qırağa. Nəyi? Bu sofkanı qoy qırağa, bir başa. İkinci cild Təhril vasitəsi kitabı İranda çap olub, Kitab-ı Nikah. Kitab-ı Nikah babı, Nikah fəsli, 12-ci məsələ. 11 oxumuram, bir yabıçıdır, ayıbdır. Burada danışan biləm, 11 oxumuram. 12-ci məsələ. La yajuzu vat'u zawjati qabla ikmal 9 sinin. Davaman kana nikah aw munqati'an. Deyir, 9 yaşa çatmamış qadını deyir, qadınla əlaqədə olmaq olmaz. Fərqi yoxdur, nikah deyir, istəyir, evlilik olsun, nikah daima. Evlilik yəni Davaman kana nikah, evlilikdə burası doğru dildən. Davaman kana nikah aw munqati'an, yaxud da siğə olsun. 9 yaşa çatmamış qızla ya evlilik ya siğə o eləyib əlaqədə olmaq olmaz. Və əmmə səirul i'ad. Amma deyir, başqa ləzzət almaqlar isə kəlləms, bişəhva, ehtirasla toxunmaq. 1. Səhv eləsəm deyilən, zaf silib, ondan sonra mən demin yalan danışdım. Yalan danışan Allah bilir. Amma deyir, və əmmə səirul istimtaat, kəlləms, bişəhva. Amma başqa ləzzət almaq isə Südəmən qızdan danışır. Hər Südəmən qızdan çəkəcəkdir. Ehtirasla toxunmaq, vaddam, ehtirasla qucaqlamaq, və təfxir, bunu açıqlamaq istəmirəm. Yəni ki, doğru dildə desəm, biraz ayıb çıxar. Cinsi əlaqədən başqa hər şey. Onlar deyir, və təfxir fələ bəsi bihə həttə firradiya. Deməli deyir ki, amma ləzzət almaq, toxunmaq, özü ehtirasla. Bəziləri deyir ki, bəziləri rəz verirlər. Deməli deyirlər ki, uşağı öpürsən də, sevirsən, öpürsən, uşaq xoş deyir. Deyirəm, yox, dalı var. Ehtirasla toxunmaq, qucaqlamaq, o birisi məsələn demirəm, nə eləmək, əlaqədən başqa hər şey eləmək. Hətta deyir, Südəmən qızda da olar deyir. İndi gətir dəlil onun əksini. Dəlil gətir, olar. Biz təsdiq edirik, olar. Bəli, indi sən deyinən olmaz. Deyinən sübutu deyir. Gətir. Südəmən qızla ehtirasla... Yox, icazə ver, sən onun əksini gətir. Nə deyirsən sən? Əksini gətir də. Südəmən qızla deyir ki, mazaqlaşma olardır. Südəmən engəbəbə bu boyda, qız bu boyda. Əzizəm. Nə danışsan sən? İndi sən onun rəddin gətir. Mən rəddim yoxdur burada. Burada nə olur? Mən pasam. Bu cürdə qalmalısan da. Deməli, söndürmə. Mən burada pasam. Amma siz olar. Bu cürdə qalmalısan da. Olar deyirsən sən. Olar, bəli. Südəmən qızla ehtirasla...
Hop indi de yine ki olmaz. Mən düz sözüm yoxdur burada. Hop indi de yine olmaz. Benim gözüm Kur'an'dan. Deməli deyirəm, gör Allah nə Heç lazım deyil indi. Yox, mən qalmalı bunu deyim sonra. Ha. Bak. İmam Xomeyni bunu demişdi, Allah'a şükür sübut oldu, Allah'a şükür. Ne sübutu? Meğer biz inkar ediyoruz. Sen bəyadan dedin. Onu fakat ahmak adamlardılar ki gelip cemaat görürsün ay cemaat. Sen normal adamların sözünü danıştın. Qapın bağlı səs. Ben sana dedim ki onlar deyir. biz inkar ediyorduk meğer. İndiye kadar Şia'dan sonra. Mənə bir sözü deyib ki, yalan danışma Xomeyni ağalarından. Şialardan. Gətir, vallahi gətir, kitabın tələbəsi. Gətir, kitab qabağıma tulladı, dedi göstər. Göstərim dəli oldu. Yok, yalan danışma. Bu Yalan danışıram. Ha. Gətir, gətir, olub nə deyəcəksən? Götür yine. Getir oğlum Götür. ne diyeceksin? Biri bu. Sen bilmirdin bu mesele var. Yok. O Xeyr. O Təcrübə bir oğlan var edir. sənin əl adında olan. O demişdi ki, yoxdur. Yoxdur, yox, vəbşidir. Sən yandırmışdın da, təsdiqləmədin, demədin ki. söhbət O yox. Siz də təsdiqləyirsiniz, qardaş. Sən Sən də təsdiqləyirsən sən. Ya sən də təsdiqləyirsən bunu. Bəli. Sən internetin oxşarı Qardaş görə təsdiqləyir. Yox, qardaş təsdiqləyir. Bəli. Qahım bağlı. Soğuk gəlir. Ya əsas odur ki, hamısı təsdiqləsin də. Bizə nə lazımdır? Biz istəyirik ki, boynunuzda atmayasınız. Əlhəmdülillah. Falan filan olmuş hatıra.